Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün dadı da, görünüşü də olduqca gözəl olan pambıq kimi yumuşaq qozlu banan şirniyyatı hazırlayacağım. Əvvəlcə qabın içərisinə 200 ml stəkanla 5 stəkan un, 2 yemək qaşığı şəkər tozu, 1 cimdik duz və 1 ədəd vanilin əlavə edib quru ərzaqları qaşıqla qarışdırıram. Ərzaqların üzərinə 230 qram yumuşaq çörək yağı əlavə edirəm və umaç hazırlayıram. Umacın içərisinə şirniyyatlar üçün istifadə etdiyim biraz sarı rəng tökürəm. Sarı rəng olmasa sarı kök də əlavə edə bilərsiniz. Və 1 ədəd qabartma tozu töküb yenə də qaşıqla qarışdırıram. Sonda ərzaqların üzərinə 200 qram xama, eləcə də 2 ədəd yumurta əlavə edib xəmir yoğururam. Xamanı 1 stəkan qatıqla da əvəz edə bilərsiniz. Olduqca yumuşaq kövrək xəmir alınır. Dəzgahın üzərinə biraz un tökürəm. Xəmiri dəzgahın üzərində toparlayıram. Xəmirin yumuşaqlığını da göstərirəm. Belə bir yumuşaq kövrək xəmir olur. Xəmiri salafan torbanın içərisinə qoyub soyuducuda 1 saat gözlədirəm. 1 saat keçdikdən sonra xəmiri soyuducudan çıxarıram və kiçik hissələrə bölürəm. Banan şirniyyatını hazırlamaq üçün tərəzidən istifadə edərək 40 qramlıq kündələr götürürəm. Tərəziniz olmasa təqribi kündələyə bilərsiniz. Banan şirniyyatının içliyini zövqə görə kəsmişli içlikdən də istifadə edə bilərsiniz. Ancaq mən şəkərbura içliyindən istifadə etdim. Gördüyünüz kimi kündələri bu qayda ilə kündələyib üzərini salafan torbu ilə örtürəm. İçliyi üçün stəkan yarım üyüdülmüş qoz ləpəsinin üzərinə 1 stəkan şəkər tozu və 1 çay qaşığı hil əlavə edib qarışdırıram. Daha sonra ilk kündələdiyim kündədən başlayıb yayıram. Biraz un vururam və xəmiri uzunsov formada yaymaq lazımdır. Xəmirin üzərinə içlik tökürəm. Daha sonra isə bu qayda ilə bükürəm. Xəmirə forma verdikdən sonra soba listinin içərisinə yığıram. Bu xəmirdən 30 ədəd banan şirniyyatı alınır. Mənim içliyim biraz azlıq etdiyi üçün kiçik bir kündə qaldı. O kündədən də rulet hazırladım.
Gördüyünüz kimi qalan gündən də yaymışam. Bu qayda ilə kəsdikdən sonra içərisinə qaynadılmış, qatılaşdırılmış süd qoyub bükürəm. Şokolad yağı da istifadə edə bilərsiniz, cem də istifadə edə bilərsiniz. Banan şirniyyatını bişirməzdən əvvəl üzərinə çimdik ataraq forma verirəm. Daha sonra isə əvvəlcədən qızdırılmış 170 dərəcəlik sobada alt üst rejimdə bişirirəm. Ruletlərin də üzərinə yumurta sarısı çəkirəm. Daha sonra isə üzərinə qara çörək otu, küncüt əlavə edib bişirə bilərsiniz. Kənarda yarım çay qaşığı kakaonun üzərinə biraz su əlavə edib qarışdırıram. Banan şirniyyatı sobadan çıxdıqdan sonra isti-isti kakaonu bananın çimdik vurduğum hissələrinə çəkirəm. Əziz xanımlar, artıq mənim banan şirniyyatım hazırdır. Əgər siz də mənim videomu, kanalımı bəyəndinizsə, resepti yaxınlarınızla bölüşməyi və mənə dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.